Selamun Aleyküm. Fermanın sol tərəfindən yeni damlar yığılır. Bunlar nədir? Rizenlər üçün. Böyük çəkili heyvanlar üçün yığılır bunlar. 8-10 kilogram olur bunlar. Artıq qapıları qaldı. Üstünün şüşələri qaldı. Və içini rəngləməsi, işıqlandırma sistemi. Baxırsınız. Çünki böyük heyvanların altı setk olmamalıdır. Ayaqların altı yarı olur. Ona görə belə faneralar görürsünüz. Təzə faneralar. Bu şəkildə faneralardır. Apilka tökülür. Apilkanın üstündən saman. Uzağı 3 sant, 4 sant belə bir şey tökülməlidir üstünə ki, ayaqların altı yarı olmasın. Yəni böyük çəkili heyvanlar bu şəkildə saxlanır. Kletkalarının birinin deməli ölçüsünü deyirəm. Hündürü 60 sant. Beləsi 90 sant. Uzunu 1.30. 3 mərtəbədir. Görürsünüz. Və altında 20 santda yeri var. Havalandırma yeri. Tam yerə bitişik deyil yəni. Bunlar rizenlər üçün nəzərdə tutulub. Çünki Qazaq qrovulda həmişə qabaqlar rizenlər saxlanıb yəni. Sonra Kaliforniyalar saxlandı. Əsas növbədə birinci rizenlərdir. Olubdur. Ona görə də yenə başladıq rizen saxlamağa. Yeni liniyalarımız da gəlir inşallah. Burada hələ ki bir liniyamız var. Bir erkək bir dişi. Böyük çəkili heyvanların damları bu şəkildə olmalıdır. Ayaqların altı setk olanda yarı olur. Ümumiyyətcə rizenlər setkayı sevmir yəni. Setkada kim rizen saxlayarsa da ondan heç vaxt nəticə əldə edə bilməz. Görürsünüz yuxarıda da havalandırma sistemi var. Aynalardır. Bax yuxarıları onlar hər zaman açıq olur. Nə işlər görüldükcə sizlə paylaşıram. Kanalımıza abunə olmağı unutmayın.